Hər vaxtınız xeyir. Bugün seriyamıza 21-ci dərslə qaldığımız yerdən davam edirik. Gəlin dərsimizə başlayaq. Deməli, bugün belə bir cədvəlimiz var və biz bu cədvəldən müəyyən dataları, bir növ data məzmusunu sadələşdirilmiş formata keçirməyə çalışacağıq və bizdən istənilib ki, bu datalardan sadəcə nömrələri götürək və sadəcə Azərbaycan nömrələri olmalıdır. Baxırıq ki, burada türk nömrəsi də var və bəzi kontakt nömrələri fərqli formalarda göstərilib. Biz bunları standart formaya salmalıyıq. Hamısını plus 994, misal üçün 050, 1, 2, 3, 4. Bu standart Azərbaycan belə formatına salmalıyıq. Bəs biz indi bunu necə edə bilərik? Əvvəlcə gəlin biz cədvəlimizdə bizə əlavə olan sütunları silək. İkisi də bu sütunlardan başlayırıq. Deyirik ki, bunlar bizə lazımdır. Sütunları başlıq hissələrini seçdim. Gəlib buradan delete column edə bilərəm və ya klaviaturumdan Ctrl- vura bilərəm. Hansını istəyirəmsə onu seçirəm buradan. Sildim və bunlar qaldı. İndi isə baxırıq ki, burada 90'lar Türkiyə yazılıb, digərləri Azərbaycandır. O zaman əvvəlcə belə bir şey edirəm. Buranı biraz səliqəyə salıram. Tam məğzində görsənsin. Ardınca if düsturunu istifadə edirəm. Baxın, burada da böyük hərflərlə yazıram if. Düsturu belə istifadə edəcəm. Bərabərdir if yazıram, tab vurdum. Test hissəsini belə başlatıram. Bizə sadəcə Azərbaycan nömrələri lazımdır. O zaman nə edə bilərik? Deyirik ki, bu xana bərabərdirsə, dırnaq içində Azərbaycan sözünə, o zaman bizə nömrəni yazdır. Əgər olmasa da boş saxla. Məncə məntiqlidir. Vurdum və belə bir nömrələr verdi. Ardınca baxıram ki, Türkiyəni boş saxladı. Bəli, boş saxladı. Ardınca bu sütunu da bu formada səliqə salıram. İndi məsələ odur ki, bizim burada boşluqlarımız var. Və biz əvvəlcə gələk bütün sütunu seçib düsturdan azad edək. Ctrl-C, Ctrl-Alt-V. Buradan value seçdim, OK vurdum. Ardınca belə bir error xətalar verdi, amma bunlar böyüdüləcək bir xəta deyil. Əslində xəta da sayılır bunlar. Bunların hamısını seçdim və ignore etdim. Ardınca yuxarı hissəyə qayıdıram. İndi digər burada məsələ nədir? Biz burada unique düsturunu istifadə edə bilərik ki, boşluqlardan xilas olalım. Bərabərdir unique dedik və bütün sütunu seçdik. Bu formaya gəldi. Ardınca burada da yenə səliqəyə salırıq. Və buradakı əvvəlcə buranın düsturunu azad edək. Ctrl-C, Ctrl-Alt-V, values. Yenə bu xətanı silirik. Ignore etdik. Ardınca Ctrl-, gəlib buradan bu boşluğu da siləndən sonra artıq bütün boşluqlarımızdan xilas olmuş oluruq. Əlaqəsizlərini kəsdim deyə bu hissə zad oldu. O zaman gəlib artıq buraları silə bilərik. Ctrl-la silirik. Artıq əlimizdə bu formatda bir belə deyək, cədvəlimiz var, yəni datamız var. İndi məntiqlə baxırıq. Baxırıq ki, bəzilərində plus var, bəzilərində plus yoxdur. Bəziləri 994 ilə başlayır, bəzilərində isə heç o kod yoxdur. Bunlara hansı məntiqlə yanaşa bilərik? Bu sizi çaşdırmaz, yəni bunların üzərinə baxanda zaten nömrə tam formatda görsənir. Sadəcə burada qısaldılmış versiyasında veriblər. Məntiqən belə yaxınlaşa bilərik ki, Azərbaycan formatında nömrələr necə verilir? Misal üçün 050, 124, 45 deyin ki, 78 misal üçün. Baxırıq ki, 2 dənə buradan, 2 buradan, 3 buradan, bu elədir. 4, 4, 2, 2, 4, 3, 7, buradan da 2 gəlsək 9. Deməli, Azərbaycan formatında olan bir nömrə 9 rəqəmidir. Və bunların da sonu demək olar ki, eynidir. O zaman belə bir məntiq yürüdə bilərik ki, sonundan 9 rəqəmi bizim üçün ekrana yazdırsın. Deməli, bizim bir düsturlarımız var idi, yadınıza gəlirsə. Biri left idi. Bu bizim üçün sol tərəfdən seçdiyimiz miqdar qədər karakterləri, hərfləri, rəqəmləri yazdırırdı. Digəri isə right idi. Bu da sağ tərəfdən bizim üçün müəyyən rəqəmləri, hərfləri ekrana yazdırırdı. Hətta bir düsturumuz da var idi, len. Len düsturu nə edirdi? Bir xanada neçə karakter olduğunu tapırdı. Baxır ki, burada 12 karakter var. Misal üçün onu göstərdi. İndi biz right düsturundan istifadə edək. Sağ düyməni vurdum. Bu xananı seçirəm. Baxın, text hissəsini seçdim. Nöqtə qoyuram. Bizə neçə nə lazımdır? Azərbaycan nömrələri formatında 9 rəqəm var. Plus 994-dən başqa. 9'u seçirəm, enter vururam. Baxın, nömrəni bizim üçün yazdırdı bu. Bura 2 dəfə toxunuram və bütün nömrələr standart formata gəldi. Buranı da düsturdan azad edirəm.
Yenə bir errorumuz verdi. Birinci errordan aşağı ignore edirəm. Ardınca burada ehtiyacımız yoxdur. İndi yerdə nə qaldı? Əslində burada heç ehtiyacımız yoxdur. Bizə zaten sadəcə nömrələr lazımdır. İndi isə biz bütün nömrələrin ilk hissəsinə plus 994 yazdırmalıyıq. Bunu yazdırmaq üçün də birləşdirmə düsturlarından istifadə edə bilərik. Birləşdirmə düsturlarımız və şanslarıdır. Bizim concat adında bir düsturumuz var. Eyni formada concatenate adında bir düsturumuz var. Və ya biz bu funksiyadan istifadə edə bilərik. Amma gəlin biz normal düsturumuzdan istifadə edək. O zaman belə istifadə edirəm. Bərabərdir düsturumuzu yazıram, tab vurdum. İlk hissəmizdə nə yazmalıdır? Plus 994. Dırnaq açıram, plus 994 yazıb dırnağı bağladım. Nöqtə virgül. Birləşəcək hissə aradıq, birləşəcək hissə buradır. Enter vurdum. Hətta biz bunların arasında bir boşluq da ata bilərik bu hissəyə. O zaman belə eləyin. Buradakı 994-dən sonra bir boşluq işarəsi qoyuram. Və bu formada bizim üçün birləşdirmə işini yerinə yetirdi. Artıq burada seçib Ctrl-C, Ctrl-Alt V values düsturdan azad edib buranı silə bilərəm. Hətta buranda number yazıram.